dinləyək. Nəsrəddin Tusi Marağadakı rəşadxanasının tikintisi üçün lazım olan pulu Xulaki xana deyəndə o soruşur. Ulduzlar haqqında elm belə faydalardır ki, tikintiyə bu qədər pul xərcləyir. Alim dedi. Bizim bir nəfər qazan boş bir qabı yerə artıq azıqlı belə etsin ki, heç kim bilməz. Belə də dedilər, qaylara deyə-deyə aşağı düşən qar qorxulu səslər çıxarır, ordu vahimiyə düşür. Nəsrəddin isə xanla birlikdə baş verənlərə seyr edildi. O xana deyir. Hökmdar, önəmdə gələn səsin səbəbini dinləyirsə, saçda ələşmişik. Qoşun isə bu bilmədiyi üçün həyəcan işləyir. Əgər bir sırada baş verən hadisə əvvəl səhvilsə, yer üzündə həmişə belə rastlığı köşmüşlər. Nəsrəddin Tusi xana elə inandırdı ki, o rəşadxanasının tikintisi üçün 20.000 dinar pul ayrılır. Əlçalar uşaqlar!